Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 1 iyul 2026-cı il. Bir neçə gündür ki, əsəbdən özümü saxlaya bilmirəm. Mənə sosial şəbəkədən videolar atırlar, dostlarım, tanışlarım, yəni normal arıçılar, normal insanlar videolar atıb paylaşırlar ki, bax görələ bu bizim bölgəmizdə, bizim cənub bölgəmizdə nə oyunlardan çıxırlar. Deməli, qapqara ramka, yəni üstündə bir 300 qram bal, onu soyub altı da üstü möhürlənmiş bala, yəni arı. Deməli, dostlar, bu bilirsiniz nə deməkdir? Arıçılıqdan anlayışı, biliyi olmayan bir insanlardır. Bu bir şey deyirəm ki, mən məcburam bu videonu çəkib paylaşıram. Siz də paylaşın ki, qoy belə şarlatanlar, belə özünü arıçı adlandırıb, heç arıçılıqdan xəbəri olmayanlar, qoy tüm bu Azərbaycanda görsünlər, onsuz da görürlər. Heç olmasa bunlar dərk eləmirlər ki, bunları ölkədən qırağa daxı izləyirlər. Bunlar bilmir ki, bu bal heç bal deyil, mən o balı heç itimə vermərəm. İndi bunların izləyiciləri, bunların bu, necə deyərlər, izləyən insanlar da özləri kimidirlər. Çünki bunları arıçı izləmir. Bunları baldan anlayışı olmayan insanlar bunları izləyir ki, bal alsınlar. Ay kişi, sən 300 qram bal var ramkada, üstü altıda sülfə. Sən onu kəsib soyub balın süzürsənsə, demək sən arı pətəyində 1 qram bal saxlamamısan. İndi 15 gündən sonra da yenə soyarsan, deyərsən ki, bu biyan balıdır. Ay qardaş, ayıbdır, özünüzü yığışdırın. Bizim cənub bölgəmizin, cənub zonamızın adı var, sanı var. Cənub bölgəmizdə də istər Astara, istər Lənkəran, istər Yardımlı, istər Masallı, istər Lerik, hər birinin peşəkar arıçıları olub, var, bundan sonra da olacaq. Amma belə bu şarlatanlar bal satmaq üçün daha bilmirlər nə hoqqalardan çıxırlar. Eybəcər, heç bəlkə də Afrikada belə şeylər eləmirlər, qardaş. Ən geridə qalmış bir ölkədə heç bəlkə o balı götürüb süzmürlər. Bunu eləyəndə heç olmasa bir fikirləşin, çünki o qədər bunlar savadsız, cılız adamlardır ki, bu insanları anlamaq olmur. Allah bu TikTok'u çıxaranın evin yıxsın ki, o bir dəqiqəlik videolar paylaşıb cəmaatı aldatmaq üçün. Bax bu bala. Bunun aşağısında açıq nektardır. Mən hələ bunu süzməyə ürəyim gəlmir. Çünki burada balalar olub, ana arını izolyatora salmışam, bütün arılar çıxır. Bura bax. Bax bala. Burada əl boyda yer qalıb, sülfə. Mən bunu süzməyə ürəyim gəlmir. Siz necə bəşərsiz, siz necə insansız, mən anlaya bilmirəm. Qardaş, bu ondan görür, o deyilir. O ondan görür, bu deyilir. Hamısı bir-birindən görür, sabah o da başlayır 1 qram balı yonmağa ki, məndə bal var, 3 kilo alana 2 kilo hədiyyə. Ay qardaş, sən arı üçün bal saxlamamısan. Hədiyəni hardan götürürsən, verirsən? Bilmirsən, öyrən, ayıbdır. Sadəcə ayıbdır. İnsanlar baxır, qoy deməsinlər ki, bu cənub bölgəsində belə arıçılar var. Cənub bölgəsində olan arıçılar hələ tarixdə öz sözlərini deyiblər. Yəni, hər bölgədə belə beyin, ağıldan az insanlar var. Hər bölgəmizdə belə zəif məxluqlar var. Özünü güya ki, arıçı kimi
gedib orada bir arxanada şəkil çəksin, burada bir arxanada şəkil çəksin. Baxın, bizim arılardır, gedib ondan bal satsınlar. Çünki bu cəmiyyətdə bu insanlar kimi insanlar çoxdur. Bax, onlar belə insanlardan bal alırlar. Elə o insanlara o da yaxşıdır. Hələ bilmək olmur ki, o bala nə qədər bipil çəpilib, amitras verilib. Biraz özünüzü ələ alın. Ən azı öz yaşadığınız yerə bir hörmət edin. Bir fikirləşin ki, görün hələ dünyanın hansı bir yerində görmüsünüz ki, o rankaları üstündə 100 qram, 200 qram bal olub, qalanı hamısı balalardır. O balalar onsuz da yaşamayacaq. Hamısı çürümə xəstəliyinə çevriləcək o ailə. Onu yığıb 1 saat, 2 saat burada saxlamaq, sonra fırlatmaq, bax onu siz dərk eləmirsiniz. Çünki pul sizin üçün önəmlidir. Onu da dərk eləmirsiniz ki, sizə təkcə Azərbaycanda yox, Azərbaycandan qıraqda da baxırlar. Ayıbdır. Heç Afrikada bəlkə belə oyunlardan çıxmırlar. Belə hər şeyi cənuba yamaqlamaq lazım deyil. Bunları cənuba yamaqlamayın. Bunları o tərəfə, Afrika dövlətlərinə, Mantikola, nə bilim, o tərəflərə.